Uşaqlar, gəlin belə oyun oynayaq. Köhnə qadınlar belə yandıranları bilmir. Mən anama sual verəcəm. Ana, əgər bu yandıranı yandıra bilsin, sənə 10 manat pul verəcəm. Yandıra bilməzsin, sən mənə 10 manat verəcəksən. Hazır yerdən 10 manat gəlir, o da yandıra bilməyəcək. Sən də bax, yandıran belə yandır, o tapa bilməyəcək. Gedim 10 manatı qopardım ondan. Ana! Ay canım. Ana, bir dənə təklifim var. Bax, belə bir yandırandır. Əgər bunu yandırsan, bax, bu 10 manat sənindir. Doğrudan da lan. Yandırmasın, sən mənə verəcəksən. Verəcəksən? Mən verəcəm, sən verəcəksən, yandırmasın. Hə, verəcəm. Yaxşı, gələ yandır. Gələ görüm, yandıra bilsin 10 manat Ay falan. bala, bu nə tərdir, mən belə yandıran görməmişəm. Gəl, yandır. Görməmişəm yoxu, yandır. Hə, yandır. Ay bala, bu nə tərdir, mən belə yandıran görməmişəm, ay Allah. Bu nə tər şeydir? Yandır da yandır. Ayna, xodun alsan, ağarsan. Yandır, Tapacam, yandır. tapacam, haradasan? Ha? Yandır. Aa, tapdım. Ana yox, ana. Allah qısa hava deyil. Mənə pulu. Mənə yandırdın, Oğlum. mənə pulu, gəl al. Mənə yandırdın da, Nətə yandırdın onu? Tapdım da, mənim kətçilimlə istifadə edirsən.